Heç düşünmüsünüzmü? Niyə başqasının bir tənqidi sizin bütün gününüzü məhv edir? Amma özünüz haqqında bildiyiniz onlarla yaxşı xüsusiyyət sizi sevindirmir. Niyə hamı üçün yaxşı olmağa çalışarkən özünüzü heç kim kimi hiss edirsiniz? Bugün Kreativ TV-də özünüzə olan münasibətinizi kökündən dəyişəcək bir səyahətə çıxırıq. Gəlin öyrənək, özünə dəyər nədir və onu necə geri qazanmaq olar? Bir çoxumuz öz dəyərimizi şərtlərə bağlamışıq. Əgər arıqlasam dəyərliyəm, əgər çox pul qazansam sevilərəm, əgər hamı məni bəyənsə mən uğurluyam. Amma problem burasındadır. Özünə dəyər bir nəticə deyil, bir başlanğıcdır. Siz uğurlu olduğunuz üçün dəyərli deyilsiniz. Siz dəyərli olduğunuz üçün uğura layiqsiniz. Əgər dəyərinizi başqalarının rəyinə əmanət etmisinizsə, deməli açarı oğruya vermisiniz. Həddindən artıq üzr istəmək, hətta günahınız olmayan yerdə belə bağışla deyirsinizsə, yox deyə bilməmək, başqalarını məmnun etmək üçün öz vaxtınızdan və enerjinizdən kəsirsinizsə, daimi müqayisə, sosial mediada başqalarının vitrinini özünüzün anbarı ilə müqayisə edib, özünüzü əksik hiss edirsinizsə, bəs bu vəziyyətdən necə çıxaq? Budur, 3 sadə, amma güclü addım. Birinci addım, daxili tənqidçini sustur. Özünüzlə elə danışın ki, sanki ən yaxın dostunuzla danışırsınız. Dostunuz səhv edəndə ona bacarıqsızsan deyirsiniz, yoxsa eybi yox öyrənərsən? İkinci addım, kiçik qələbələri qeyd et. Hər gün etdiyiniz 3 yaxşı şeyi bir yerə yazın. Beyninizə sübut edin ki, siz faydalısınız. Üçüncü addım, xeyir deməyin gücü. Unutmayın, başqasına yox deyəndə əslində özünüzə hə deyirsiniz. Siz bu dünyada tək və təkrar olmazsınız. Sizin dəyəriniz kimsənin tərəzisində ölçülə bilməz. Əgər bu video sizə özünüzü biraz daha yaxşı hiss etdirdisə, videonu bəyənməyi və mütləq abunə olmağı unutmayın. Şərhlərdə isə özünüzdə ən çox sevdiyiniz bir xüsusiyyəti yazın. Gəlin bugün özünüzü tərifləməkdən çəkinməyək. Növbəti videolarda görüşənədək.